təbii. Aşağıdakı mətni tam danışıq tərzi ilə təbii və aydın nit kimi oxu. Heç bir melodiya, ritməyə və ya musiqiyə salma. Hər cümləni vurğulu, emosiyalı və motivasiya edici tonla təqdim et. Cümlələr arasında kiçik fasilələr qoy ki, dinləyən hər sözü rahat anlaya bilsin. Səs orta sürətli olsun, təbii nəfəs tonları ilə dolu olsun. Salam, bugün sizə bir şeyi xatırlatmaq istəyirəm. Hər birimiz bir gələcək qururuq. Bəzən bu yol uzun, bəzən çətin görünür, amma hər bir addım sizi məqsədinizə yaxınlaşdırır. Gələcəyə baxarkən qorxularınızı kənara qoyun. Düşünməyin ki, hələ hazırsınız. Hazır olmaq heç vaxt tam mümkün deyil. Əsas olan başlamaqdır. Başladıqca, öyrəndikcə və addım irəlilədikcə siz artıq daha güclü olursunuz. Hədəfləriniz böyük ola bilər, bəzən də kiçik, amma unutmayın ki, kiçik addımlar böyük dəyişikliklər yaradır. Hər gün biraz irəliləmək, hər gün biraz öyrənmək sizi ən uzaq hədəflərə aparır. Özünüzə inanın, xəyallarınız sizi qorxutmasın. Çünki hər bir böyük uğur bir gün xəyaldan başlayır. Sizin də gələcəyiniz sizə bağlıdır. Hər bir addım, hər bir seçim, hər bir düşüncə sizə formalaşdırın. Və ən önəmlisi, səbirli olun. Qısa müddətdə hər şey dəyişməyəcək, amma davam etdikcə, irəlilədikcə bir gün baxacaqsınız və görəcəksiniz ki, hədəfləriniz artıq gerçək olub. Həyat qısa deyil, amma dəyərlidir. Ona görə xəyallarınıza inanmaqdan, addım irəliləməkdən və heç vaxt dayanmamaqdan qorxmayın. Gələcək sizindir, onu qurmaq yalnız sizin əlinizdədir.